Ölkədə iqtisadiyyatla bilirsiniz ki, hüquqşünas nazirlər məşğul olur. Hüquqşünasların iqtisadiyyata baxışı tamam fərqli olur. Onlar iqtisadiyyatın fəlsəfəsini deyəsən anlamırlar. Və çox zamanda bir-birlərini təkzib eləyən, bir-birlərinə əks olan fikirlər də söyləyirlər də, çox qəribədir. Məsələn, Maliyyə Naziri son zamanlar çıxışlarında deyir ki, ölkədə bilirsiniz ki, gəlir vergisi artırılır. Gələn il 3%, 27-ci ildə 5%, 28-ci ildə 7% olacaq və Maliyyə Naziri israr edir ki, bu dünyada ən aşağı göstəricilərdən biridir. Niyə belə deyir? Onun məntiqinə görə və yanaşmasına görə budur ki, məsələn, biz hamımız çalışan insanlar, qeyri-neft sektorunda, özəl sektorda çalışan insanlar, hamımız maaşımızdan DSMF-yə 10%, Dövlət Sosial Müdafiə Fonduna 10% ödəniş edirik, düzdürmü? Məsələn, Maliyyə Naziri bunu vergi kimi saymır. Deyir ki, bu sizin öz kapitalınızdır da, özünüz yığırsınız. Bizə nə aidiyyatı var onun, vergilərə nə aidiyyatı var onun. Və yaxud da 2% biz icbari tibbi sığorta haqqı ödəyirik çalışanlar, onu da vergi kimi saymır. 0,5% işsizliyin sığorta fondunu ödəyirik, onu da vergi kimi saymır. Yəni, bütün bunları saysaq, 3 ildən sonra Azərbaycanda 2500 manata qədər maaş alanların vergi yükünün tamamı 19,5% olacaq. 19-cu ildə, 2019-cu ildə bizə güzəşt tətbiq olunanda biz nə qədər vergi ödəyirdik? 14% gəlir vergisi, 3% isə DSMF. Yəni 17% ödəyirdik. Yəni faktiki olaraq 2,5% bizim vergi yükümüz artır. Amma cənab nazir, Maliyyə Naziri bunu vergi yükü kimi görmür və bunu belə bəyan edir. Və çox maraqlıdır ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi faktiki olaraq bu bəyanatları təqzib edir. Yəni o da hüquqşünasdır yeri gəlmişkən. O da çıxışında deyir ki, Azərbaycanda bir həmrəylik var, nəsillər arası dayanışma var və siz bugün ödəyirsiniz DSMF-yə 600 milyon manata yaxın vəsait ödənilir və onun həmən biz təqaüdçülərə ödəyirik. Yəni, bu çox maraqlı yanaşmadır da. Yəni, mənim yığım kapitalımdırsa, məndən alan pulu siz həmən ödəyirsiniz. Və onu da deyir ki, insanların pensiya kapitalına çıxışı mümkün deyil. Çünki bizdə yenə deyirəm, nəsillər arası dayanışma adlı bir prinsip irəli sürür. Yəni, bu da məntiqsizlikdir. Yəni, bu da ona görə məntiqsizlikdir ki, ölkədə DSMF-yə ödənilən ödənişlər var da, bizim gəlirlərimizdən ödənilən, hələ işə götürənlər də ayrıca ödəyir. Bu da yeri gəlmişkən ayrıca bir problemdir. Bunların bizim çıxış imkanlarımız yoxdursa, əhalinin həmin kapitala çıxış imkanı yoxdursa, bu vergidir. Bunun başqa adı yoxdur. Ölkədə çox qəliz mexanizmlərlə, ailə başçısını itirdiyinə görə və s. bu tipli məsələlərlə bağlı o kapitala çıxış imkanlarını belə güya saxlamağa çalışırlar, amma bu o qədər qəliz və mənasızdır ki, bu əlçatanlığı həddindən artıq aşağıdır. Amma ölkədə çox ciddi başqa rəqəmlər də var. İndi hüquqşünas, iqtisadiyyatla məşğul olan hüquqşünas nazirlər rəqəmləri sevmir də, mən belə başa düşürəm ki, rəqəmlə araları yoxdur. Məsələn, ölkədə 41%-ə yaxın dünyasını dəyişən insanlar təqaüd yaşına çatmadan dünyasını dəyişir. 41%-ə yaxın. Yəni, onların yığım kapitalı necə olacaq? Niyə onlara birbaşa çıxış imkanı verməyib qəliz mexanizmlər düşünməliyik ki? Niyə onların ailə üzvləri, onların varisləri birbaşa kapitala çıxış əldə edə bilməsin ki? Məsələn, ailədir, ailə başçısını itirir, yığım kapitalında məsələn 20 min, 25 min, 30 min pul yığılıb tutalım onların DSMF-də. O, övladını oxuda bilər, məsələn, dünyasını dəyişən insan elə bil ki, hətta həyatdan köçsə belə öz ailəsində bu cür yardım edə bilər. Təhsil pulunu ödəyə bilər. Məsələn, ipoteka ilə ev götürürsə ilkin ödənişini edə bilər. Yəni, o kapitala çıxış imkanları niyə olmasın ki? Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri deyir ki, olmaz. Biz bu nəsillər arası dayanışma prinsipi ilə eləyirik. Ona görə də sizin çıxış imkanınız olmamalıdır. Bu bir. İkincisi, bizdə necə hesablanır da bu yaşa görə kapital, yaşa görə təqaüd, daha doğrusu necə hesablanır? 65 yaşdan sonra 144 ay hesablanır. 144 ay biz güya təqaüd almalıyıq. Bu da təqribən 12 il edir də, düzdürmü? Ölkədə orta ömürlük nə qədərdir? 74-75 il. Bu da rəsmi rəqəmlərdir. 65-in üstünə 12 gələndə bu 77 il edir də, düzdürmü? Amma ölkədə əhalinin orta yaşamı 74-75 yaşdır dediyim kimi. Yəni, deməli, burada da təqribən 24-28 ay
Yenə artıq hesablayırlar da. Bunu niyə artıq hesablayırsınız ki, yaxşı? Orta ömürlülüklə götürək də, onda heç olmasa. Və yaxud da yığım kapitalını da elə hesablayırlar axı. Məsələn, minimum əmək haqqı, daha doğrusu minimum təqaüdün həcmini vururlar 144 aya və onunla da bağlı müəyyən bir rəqəm alınır və biz onu ödəməyə məcburuq ki, yığım kapitalımız o qədər olsun ki, yaşa görə təqaüdə çıxanda normal təqaüd alaq. Yaxşı, bunu ölkədəki real vəziyyətə baxıb, bunu dəyişib təqaüdləri büdcəyə əlavə yük olmadan belə artırmaq olar axı. Nədir bunun yolu? Çox sadə. Niyə 144-ə bölünməlidir ki? Orta ömürlülüyü götürək. Heç olmasa bunu 120 aya bölək də, düzdürmü? 120 aya bölsək, indiki qanunvericilik dəyişdirirsə, bir cümlədir orada, bir cümləni dəyişdirsək, bu zaman bugün yaşa görə təqaüd alanların təqaüdü təqribən 15-20% avtomatik artacaq axı, düzdürmü? Niyə bu yolla getmirlər ki? Niyə bu qədər qəlizləşdirirlər ki? Bir daha təkrar edirəm, əgər Maliyyə Naziri deyirsə ki, vergi kimi gördüyümüz cəmi gəlir vergisidir, digərləri vergi deyil, amma Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri isə əksinə deyir, bu da sizin verginizdir, bu da sizin yükünüzdürsə, onda Maliyyə Nazirliyi niyə deyir ki, Azərbaycanda ən aşağı vergi sistemi var? Azərbaycandakı vergi sistemi 20%-ə yaxın olacaq, yaxın 3 ildə. Bu da az deyil, vergi yükü az deyil, 20% kifayət qədər yüksək rəqəmdir. Və yaxud da yığım kapitalına, yəni təqaüd kapitalına biz niyə çıxış əldə etməyi bu qədər qəlizləşdiririk ki? Mən bu məsələləri qaldırmaqla təklif edirəm ki, hüquqşünas iqtisadi komanda üzvlərindən istənilən fərqi yoxdur. İstənilən özlərinin seçdiyi kanalda, istəyir rəsmi kanallar və yaxud da YouTube kanalları olsun, oturaq bir müzakirə eləyək, bir diskussiya açaq ki, bu ölkədəki bu vəziyyəti, yəni vergi yükünü artırmaq yolu ilə büdcənin problemlərini həll edəcək məntiqini necə yanlış olduğunu onlarla çox mədəni bir diskusiyada sübut etmək mümkündür. Təşəkkür edirəm.